kimsən bala? Salam aleyküm, Molla əmi. Aleyküm salam, aleyküm salam. Xoş gördük. Sən də xoş gördük. Nə var, nə yox, belə duzla. Buradan keçirdim, dedim bir dəyim sənə. Əcəb eləmirsən, əcəb eləmirsən. Bilirsən məsələ nədir, Molla əmi? Nə məsələdir, de gör. Deməli, belə günahlarım çoxdur mənim. İstəyirəm onları yuyum, təmizləyim. Nə məsləhət görürsən? Günahın çox olmağı hamısı şeytan əməlidir. Sən həmişə şeytana lənət oxu, əstağfurullah deyilən. Bax deyirsən, yadıma düşür, düz deyirsən. Bax yolda gəlirəm, şeytan mənə bir dənə mələyi göstərdi. Baxmaq istəmirəm ha, bax belə çörürəm də üzümü. Görürəm elə biri ki, bax. Deyirəm, ha şeytan baxmayayım, deyir, yox elə bax. Ay sağ ol. Bax indi mən neyniyim ayım? Sən yenə də şeytana lənət oxu, əstağfurullah deyilən, günaha batmayacaqsan. Deməli günahlar şeytandadır. Hamı, bütün günahlar şeytan əməlidir. Bir şey deyim də sənə. De gəlsin, yenə nə olub? Evdə oturmuşdum. Birdən şeytan mənə dedi ki, sənin mollaya bir qızıl borcun var o vaxtda. Ged onu ver. Bax, mən də o bir qızılı gətirib gəlmişəm. İndi deyirsən, mən şeytana qulaq asmayayım da, hə? Çıxım gedim. Yox, sən hələ eləmə də. Allah şeytanın pislərinə lənət eləsin. Amma içində mərifətliləri də var da. Başa düşdün? Yeri get da, yeri. Başqa sual vermə. Şeytana lənət. Elə sənə də.